Züngüləş kəndinin unudulan problemləri. Ucqar dağ kəndlərində yaşayan insanların normal həyat şərtlərinin təmin olunması vacibdir. Bunun üçün də böyük imkanlardan çox sadə və əsas ehtiyacların qarşılanması kifayətdir. Astara rayonunun Züngüləş kənd sakinləri bildirirlər ki, onların kəndi diqqətdən kənarda qalıb. Ötən əsrdə tikilən məktəb bu günün tələblərinə cavab vermir və təhlükəli vəziyyətdədir. Məktəbə gedən yollar da yararsız və xüsusilə pis hava şərtlərində risk yaradır. Bu səbəbdən də şagirdlər təhsil almaq üçün digər kəndlərə getməli olur və hər gün 10 kilometrlərlə yol qət edirlər. Sakinlər isə yalnız təhlükəsiz yol və normal məktəb şəraiti istəyirlər. Onlar ümid edirlər ki, problemləri yaxın zamanda həll olunacaq və kəndə lazımi diqqət göstəriləcək. Burası rayonun Züngüləş kəndidir. Burada gördüğünüz bu təhsil məktəbi keçən əsrin 80-ci illərində inşa olunmuşdur. Bu da kənd inkişaf edib, əhali artdığıyla əlaqədar bu təhsil orta məktəbi, yəni bizim uşaqlarının təhsilinə maneçilik törədir. Həm yolun uzaq olmağı, həm də bunun məktəbin yerləşdiyi çay qırağı səhərdə 200-300 metr yaxın məsafədə olmağı, burada təhsil almağın, təhsilin də 2 mərhələli olmağı, yəni bizə maneçilik törədir ki, yəni uşaqlarımız burada rahat təhsil alsınlar. Həmçinin də kənd yuxarıya inkişaf etmişdir və 10 kilometrlərlə məsafədən uşaqlar bura çox pis yollardan keçərək gəlirlər və bu məktəbin tikilməsində səbəbkarı mən olmuşam. Məktəbi də özüm tikmişəm. Yəni burada Neçənci ildə? Köməyi ilə. 1980 neçənci ildə? 1985 idi, 87 idi, 87. Bu arazində məktəb, bizim məktəbimiz yoxdur. Yolumuz bərbad, körpümüz bərbad. Hamısı kənd əli ilə köməklik eləmişik, tərinə düzəltmişik körpümüz adı. Burada köməklik eləyən yoxdur bizə. Boyun alırlar ancaq heç nə arada heç nə yoxdur. Körpü vəziyyəti pisdir də. Körpü qoyma, maşın körpüsü. Buradan hər maşın körpüsü. Uşaqlar düşüb oradan çaya, bir neçə nəfər. Uşaq düşür. Aqrojdeniyası yox. Səhər bir tərəfdən səhər, yaşayırıq. bir tərəf dağ, çay yerləşir. Bir tərəf çay yoxdur, imkanımız yoxdur. Hal-hazırda bizim körpümüz budur, bərbad vəziyyətdə. Yəni qıraqları yoxdur, aqrojdeniya yoxdur, o yox. 600 su aparır, imkanımız yoxdur eləmək. Bu qədər də gücünə çatıb, kənd cəmiyyətinin də yoxsul vəziyyətdə yaşayır. Yoxdur imkanımız bu körpünü bərpa eləməyə. Bunu da xərcimizlə hər an düzəltmişik. Uşaqlar gəlir, oradan baş aşağı baxır, çaya bilirsən düşür oraya. 2 dəfə düşən olub. Xoşbəxtçilikdən daş üstə düşmür. Yaxşıdır, su olub, çayda su çox olub, bir şey olmuyor. 600 daşdır. Yoxdur da imkanımız yoxdur bu. Aidiyyatı qurumlardan xahiş edib bizə kömək eləsin. Körpünü quraq. Məktəbi quraq. Məktəb də bərbad vəziyyətdə. Məktəbin yeri dəyişilməyi vacibdir. Kəndin tam ortası olmasa da yəni ki, sentrə yaxın. Belədir bizim yaşayışımız yoxdur. Qabaq məktəbimiz uşaq az idi, yəni bizə qane elirdi. İndi uşağımız çoxdur, çatmır. Heç cürə. Kənd inkişaf edib qabaq tərəfə. Məktəb yerimiz də var. Hal-hazırda. 90% yuxarıda yerimiz var. Buradan keçirlər. Bəli. Bütün məktəb tələbələri bu dağılmış körpüdən keçir. Dəqiqə başı təhlükə ola bilər. bizə tam orta məktəb lazımdır. Bəli, tam orta məktəb bizə lazımdır. Məktəb yoxdur da bizə. Qarışqallıqdır belə. Qarışqaldır da, yoxdur, imkan yoxdur. Kəndin axındadır məktəb. 10 kilometr uşaq Şuşada gəlir. 10 kilometrdə birinci sinif uşağı məktəbə gedə bilər. Bunun qarı var, yağışı var, qışı var, hər şey, küləyi var. Qorxuruq da biz. Əhalinin çoxu yuxarıda yerləşir. Bəli. Yaşayış yuxarıdadır. Əhalinin artımı qabağa olub. Bəli. Yaxşı.